Deməli, baxaq suallarımıza aşağı. İlk sualımızda nə verir? Sadə bir sualdır. Dəfələrlə buna aid suallar demişəm mən sizə. İstər sınaq qrupunda olsun, istər dərs qrupunda olsun. Yəni buna aid suallar dəfələrlə işləmişik. İlk sualımız nədir? Birinci sualdır. Bir deyəndə yəni 61-ci sual. Yazıb ki, kəsir xətti sürətdə 828-in kvadrati çıxılsın 72-nin kvadrati. Bölünsün 378. Bu da müxtəsər ma düsturudur. Müxtəsər ma düsturuna görə bir dəfə cəmi, bir dəfə fərqi edəcəksən. Cəmi olacaq 900 vurulsun. Fərqi də olacaq 576. Aşağıda 378. Bu 378-dən 576 ixtisar edir, yerdə qalır 2. 900-ü də 2-yə vuranda cavab nə olacaq? 1800. Variant B variant. Qutardı ki. 62-ci sualımıza baxaq uşaqlar. Deyir, ədədi silsilədə A13. A13-ün açılışını yazaq birbaşa. A1 üstə gəlirsən 12-dir. Bərabərdir 58. Sonra bir də yazıb A28. Bunun da açılışı A1 üstə gəlirsən 27 dedi. Bərabərdir 28. Olarsa silsilə fərqləyən dedi tabi. Aşağıdan yuxarı mən çıxaram. A1-lər gedər Məhəmməd. 27 dedəm. 12 deni çıxanda 15 deyir. 28-dən 58 çıxanda mənfi 30. D də bərabərdir mənfi 2 olduğunu taparıq. Oldu uşaqlar? Oldu. Buna aid dəfələrlə bir sual yazmış. Növbəti. Deməli. Üçüncü sual. Yazıb ki, kosinus 38 üstə gəlirsin kosinus 18. Cəmin hansıda çevrilməsi necə idi uşaqlar? Kim deyər mənə? 2 kosinus alfa çıxılsın beta bölünsün. Bəlkə cəminin 2 yarısıdır. vurulsun kosinüs alfa plus beta bölünsün 2 vurulsun kosinüs alfa minus beta bölünsün 2. Bir dəfə 38 üstə 18 neçə eləyir? 56. 56'nın yarısı 28. Bir dəfə də vurulsun nəyə? Kosinüs fərqinin yarısı. 20'nin yarısı da 10. Kosinüs 10. Oldu. Hazır düsturda uşaqlar. Qeyri-adı nəysə yox. Sonra keçdik. 64-cü suala gəldi orada. Oxşarlığa aid sual verib. Buna aid də sual en qədər yazdırmışam sizə uşaqlar. Deməli, bura ABC-dir. Bu da ki M parçası. Sən deyir ki, M ilə AC bir-birinə paraleldirlər. Paralel deyirsə, deməli, avtomatik nə yada düşəcək? Oxşarlıq. Deməli, nə verir? Deyir, AC 20. M 8-dir. Burada 17-dir. M-ni tap deyir. Daha doğrusu B-in 8-dir. N-ci 17-dir. M-ni tap. Sən də görürsən ki, MBN ilə ABC bir-birinə oxşardır. Ona görə M-nin X-i AC 20'ye nisbəti bərabərdir. B-nin 8-in opşiyə 17, 8, 25'e nisbəti. Çarpaz vuranda olacaq X vur 25 bərabərdir 20 vur 8. 5'e qısa geçsə burada 5, burada 4. Düzdür mü? Olacaq 5x bərabərdir 4, 8, 32. X də bərabər 6,4. Oldu uşaqlar? Oldu. 65-ci sualı eynisi ilə sizə yazdırmışam Nigar. Eynisi ilə ha qızım. Toplumumuzda var. Prizmanın həcmi V bərabərdir S oturacaq vurulsun H. Düzdür? Yazırsan 120 bərabər. Hündürlüyü 8 verib oturacağı sahəsi soruşur. Buradan da S-i tapanda 120'ni bölərsən 8'ə. Məhəmməd Əli neçə dəfə düşəcək? 15'də. Oldu mu? Oldu. Sonra 65 keçdi, getdi 66. Düz bucaqlı perimetri tap deyir. Perimetri tapanda nə edirlər? Tərəfləri toplayacaqsan. Deyir, eni 40'dır, uzunluğu K-dır. Deməli, bu 40'dırsa bunu qarşıdırır. Burada 40 olacaq, bu da K olacaq. Perimetrdə 2 vurulsun, A üstəgəl B-dir, yəni 40 üstəgəl K. Variant olaraq baxsaq, hansıdır? C variantı. Bunu hər halda hamınız bilirsiniz. 67. Mənim öz kitabımda bu sual var eynisi ilə. Sadəcə orada 17 yerine 19 yazmışım. Kiçik bərabərdir N və kiçikdir 23. Bura düşən ədədlər 17, 18,
19, 20, 21, 23. 23 alma çünkü sadə metrizə. Sayı soruşur səndən. 1, 2, 3, 4, 5, 6. Variant olarak C variantı. Sonra keçdi 68'e 8'e göre. Hə. 68'də nə deyir bizə? Deyir ki, deməli, bizə deyir ki, sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətçini neçə müxtəlif üsulla seçmək olar? Demişdi ki, sinif uşaqlarıdır, nə bilim, bu tip misallarda kombinasyona istifadə edəcək. Çünki yer dəyişmə fərqi olmur. 2-dən 24-ə bərabərdir. 24 faktorial bölünsün 22 faktorial, vur bir dənə də 2 faktorial. 24 faktorial 22 faktorial gedər, yerdə qalar 23 böl 24 böl 2. Bu 2 faktorial 2 deməkdir. Bundan bu olacaq 12 ixtisar gedərlər. 23'ün 12'ye vuranda 576. Oldu mu uşaqlar? Oldu. Oldu mən. Sonra. Keçdi 69'a. Deyir 40% misal verib həmin misalın qiyməti olan dedi tapın. 69. Birinci gəl həmin misalın qiymətini tapaq. 4,5 vurulsun yazıb 1,2 üstə gəl 2,5. Bunu yazarıq 4,5'i 2'də 9 vurulsun. Bu birisini yazarıq 3'də 5. Üstə gələnsin 2,5'i də 2'də 5 kimi yazarıq. Bundan bu ixtisarcılar 3 qalar. Onlar 2'də 15 üstə gəlsin 2'də 5. Cavab elədi 2'də 20. Bu da neçədir? 10. 40% 10 olan ədədi tapmaq üçün ədədi, yəni 10'u vurarsan 100'ə, bölərsən 40. Sıfırlar buradan gedər, 100'də 4'ə böləndə 25. Deməli 69'un sualın cavabı nəymiş uşaqlar? 25'ə. Oldu mu? Sonra Oldu mən. keçdi 70. suala. Cavab eyni olacaq. Alfa da 40'a bərabərdir. Çünki demişdik ki, çevrədə eyni qövsə söykənən bucaqlar hər zaman nədir? Bir-birinə bərabərdir. Düzdür? Deməli. Mənim onun qarşısındakı soruşsaydı 180'dən çıxacaqdı. Haral məsələn qızım? Alfanın qabağında olanda. Buranı soruşsaydı, Bəli. tələsmə onu da deyəcəm. Səndən buranı alfanı soruş. Deməli, bu 40'dırsa qızım, bunun burası da 40, qarşıdakı qövsə nə olacaq? 80, düzdür? Bu 80'i görkəzdən alfa nə qədər olar? 40'a. Oldu mu? Bəli. Hə. Sən deyirsən, bura məsələn, bu Y bucağı neçə olardı? Bəli, oranı da soruş. Şimdi onu soruşa bilməz. Çünki əgər onu soruşması üçün buranı verməlidir. Elə bilsən, belə deyim. Məsələn, bu bucaq, buradakı bucaq. Bu. Və bununla bunun cəmi yarısı bu ortadakı bucağa bərabərdir. Demişdik ki, 2 vətər kəskərsə, onların ədədi ortası arada qalan bucağa bərabərdir. Oldu mu? Yəni sənə bunu da versə, Oldu. misal üçün 30 versə, belə deyək. İndi 30 verməz də 50 versə, misal üçün buranı. Hə, desə Y-i tap. Yazırsan 50 bərabərdir, 80 üstə gəlirsin, məsələn, bir A bölü 2. Olacaq, 80 üstə gəl A bərabərdir, 2 50'nin 100, A-nı 20 tapırsan. A 20-dirsə, Y-də 10 vardır. Oldu? Oldu mən. Nəysə, uzun sözün qısası 70-ci sualımızın cavabı nə oldu? Elə 40'a bərabər oldu. Keçdi 71'ə. Bunu yazmamaq elə bir cəhənnəmdə 3 çox torpaq olmaq deməkdir. Deyir, sinüs 60 çıx kosinüs 30. 0. Sinüs 60'ın da qiyməti kökdə 3 bölü 2'dir. Kosinüs 60'ın da qiyməti kökdə 3 bölü 2'dir. Düzdür? Heç cavabı bilmirsən əzbərdən, kök 3 bölü 2 olmasın məsələn. Sən bilirsən ki, sinüslə kosinüs bir-birini 90'a tamamlayacaq. Məsələn, 60 verməz, 40 verər. Məsələn, sinüs 40 ilə kosinüs 50 nədir? Eyni şeylər. Eyni şeylərin də fərqi nə olacaq? 0'a bərabər olacaq. Düzdür uşaqlar, aydındır? Aydın mən. Tamam. Səsim biraz batırdı. Ola bilsin, kim nəysə başa düşməsə desin. Təzdən izah edeyim. Bu getdi. Sonra 72-ci sual sadə sualdır. Demişdi ki, qüvvətin qüvvəti olanı bir-birinə vurursan. Yazıb 2 üstündə kökdə 2, bir dənə təzdən üstündə kökdə 2. Kökünü kök 2'yə vuranda 2 eləyir. 2 üstə 2 də nədir? 4'dir. Oldu mu? Sonra 72 getdi işinə. Görə 73 hardadır? 73'də
Biz bayaq bərabərliklə ayrı misal yazmadıq. Bəlkə mən çaşbaş yazdım onu. Müəllim 2 dənə bərabərsizlik sual Bərabərsizlik var. 2 dənə verib. Hə, əla. Hətta 3 dənə verib, biri üstü bərabərsizlikdir, ikisi belə. Nə yaxşı. Maraqlıdır. 73 özdə eyni sual sor. Əslində düzgün tərtibat deyil. Bir bölmədən 2 sual salmamalıdır. Öz hamısı bir Müəllim, loqarit bərabərsizlik olsaydı deyərdim mən. Hə, Zeynəb. müəllim, indi keçən səfər düşməyən bəzi mövzular vardı da, məsələn, əsas mövzular. Çox cümlə Loqaritma. Loqaritma Bizə düşmür. düşürsün. Loqaritmik tənlik falan da, trigonometrik tənlik falan. Hə, düşməyən məsələn çox cümlə ki, sənə düşür. Bəlkə məsələn eyni sualı salmır. Məsələn belə deyim, bu dəfə konus düşübsə, gələr sizə çox cümlə küyə düşəcək, nə bilim, sfera düşə bilər. Eynisi salmırlar da əsasən. Düşə də bilər eynisi, amma %90% fərqli düşür. Bu dəfə düşən, gələn dəfə düşmür. Nə oldu? Neyse, gəldik misalımıza. Yazın mənfi 2 kız kiçik bərabərlik 8. Hər tərəfə mənfi 2-yə bölsən, x böyük bərabər olacaq mənfi 4. Bu da nə soruşur? Ən böyük, ən kiçik tam həlli. Ən kiçik tam həlli nədir? Elə mənfi 4-ün özü. Oldu? Getdik şimdi sonra. 74. Konus aid sualdır. Bizə deyir ki, konusun doğranı. Bu bizə konus çəkir uşaqlar. Ox kəsiyində çəkir. Deyir ki, doğranı 10 köçdə 3'dür. Buranı 10 köçdə 3 yazdı. Sonra sana deyir ki, oturacaq müstəvisi ilə 30 dərəcə bucağına getirir. Radiusu tap. Buradan bir hündürlüğü endirərsən aşağı. Düzbucaqlı üçbucaqda 30'un qarşıdakı katet petonuzun yarısıdır. Bura oldu 5 köçdə 3. Buranın radiusu soruşur. 90, 30 da bura 60'dır. Sən də bilirsən ki, 60'ın qarşıdakı katet, 30'un qarşıdakı katetin kök 3 mislidir. 5 kök altında 3'ü bir dənə kök 3'ə vurarsan, kök 3 eləyər 5 üçündə 15. Radius oldu 15. Oldu? Oldu müəllim. Sonra. Keçid elədik növbəti suala. Çox sadə suallar daha aşağıda. 75. Hamısına da aid misal yazdırmışım sizə. Yazıb ki, 2 üstündə x plus 3 çıxılsın, 6 vurulsun 2 üstü x kiçikdir 3 üstündə x plus 1 çıx 3 üstü x. Birinciden 2 üstü x'i çıxardıram ötərizə xarica qalar 2 üstü 3 çıx 6. Buradan 3 üstü x'i çıxardıram qalar 3 üstü 1 çıx 1. Uşaqlar 2 üstü 3 8 eləyir, 8-dən 6 çıxanda 2 eləyir, 3 üstü 1 2 eləyir, 2-dən belə 3 üstü 1 3 eləyir, 3-dən 1 çıxanda 2 eləyir. Bu ikilər getdi. Yerdə qaldı 2 üstü 2 çıxılsın 3 üstü x. Buradakı bütün qiymətlərdə ödəyəcək, yəni 1-də, 2-də, 3-də bütün natural qiymətlərdə ödəyir. Ən kiçik cavab nədir? 1 qiymət. Səndən ən kiçik tam əlli soruşur 1. 75-ci sualın cavabı oldu 1. Sonra. 76-da sənə nə deyir? Deyir, AB 2 rəqəmliyə nə dedi? Kök altında AB naturaldır uşaqlar. Məsələn, tutaq ki, yazıb AB üstü xətt, deyir, bu natural olsun. Məsələn, bir dənə ədəd götürsə, hər hansı. Tutaq ki, kök altında, nə bilim, 19. 2 rəqəmlidir, amma natural deyil axı, bu düzdür. Natural olması üçün hansılar olmalıdır? Deməli, 2 rəqəmli deyir, 16, 25, 36, 49, 64, 81. Opsiya 6-da nədir? Mümkün hallar oldu 6. Təkləri soruşursa 25, 49, 81, 3. Bu da ixtisarcıda qalar 2 rəqəm. Ehtimalın ən sadəsi düşüb bəxtdir. Aydındır? Bəli. Sonra 77. Yazıb loqaritma. 81 əsasdan 8 bölünsün. Loqaritma 9 əsasdan 33. Yazacaqsan loqaritma 81 3 üstü 4 yaz. 8 də 2 üstü 3 yaz. Bölünsün. Burada 9 3 üstü 2'dir. O birisi də 32'dir. 3 olacaq 2 üstü 5. Bərabər. Uşaqlar birinciden 4'də 1 keçdik qabağa. Buradan 3 keçdik qabağa. Qaldı loqaritma 3 əsasdan 2 bölünsün. Buradan 2'də 1 keçir, bir də 5 keçir. Loqaritma 3 əsasdan 2. Bunlar getdilər. 4'də 3'ü
Bölende 2'də 5'e beraber. 4'te 3 vur 5'te 2 olur. 20'de 6 bu da olacak 0,3. Oldu mu aşağılar? Oldu. Evet. Sonra keçid elədik növbəti sualımıza. X'in qiyməti verib. X bərabərdir mənfi 0,4. Olarsa sadə sualda yer hesabı. 10x kvadrat çıxılsın 5 modulda x üstəcəl 3. Qoy yerinə. Olacaq 10 vurulsun 0,16 çıxılsın 5 vurulsun. Modulda mənfi 0,14'də müsbəti çıxır. Üstəcəl 3. Onu 0,16'ya vuranda 1,6 çıxırsan 2'ni üstəcəlsən 3. 1,6'dan 2'ni çıxanda mənfi 0,4 üstədə 3 gələndə müsbət 2,6. 78'in cavabı oldu 2,6. Oldu mu uşaqlar? Oldu mu? Oldu. Sonra keçdik məsələlər. Nə deyir məsələlər? 79'a. Şərti bir də oxuyaq. Deyir, aralarındakı məsafə 34 kilometr olan A və B məntəqəsindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başlar. A-dan hərəkətə başlayan velosipedçinin piyadanın sürətindən 8 km çoxdur. Deyir, velosipedçinin sürəti piyadadan 8 km/saat çoxdur. Velosipedçi A-dan 24 km məsafədə yerləşən C nöqtəsinə piyadadan 0,5 saat tez, yəni yarım saat tez çatarsa, bu məntəqələr arasında piyadanın sürətini soruşur. Bakılar məntəqədir uşaqlar. A məntəqəsi bir də olsun, bu da B məntəqəsi. Buradan bura qədər məsafəni sən bilirsən. 34. Deməli, deyir, burada bir C nöqtəsi götürülür. C nöqtəsi. Bura qədər 24'dür. 24. İndi avtomatik bura qədər nə olmalıdır? 10 olmalıdır. Düzdür? İndi piyadanın sürəti əgər x-dirsə, piyadanın sürəti x-dirsə, o birisinin sürəti də x-8 olacaq. Çünki deyir ki, velosipedçinin sürəti piyadanın sürətindən nə qədər çoxdur? 8 km/saat çoxdur. Aydındır? İndi deməli zamana baxaq. Burada zamanı tapanda t bərabərdir. Olacaq 24 bölünsün x üstəgəl 8. Niyə görə? Çünki bizim yolumuz nədir? S bərabərdir V bölünsün T'dir də. Şu anda fiziki keçirsiniz, bilirsiniz. T də bərabərdir S bölünsün V olacaq. Düzdür? Bunda isə T bərabərdir. Nədir? 10 bölünsün x'dir. Bura qədər aydındır uşaqlar. Bəli. Aha. Və sənə deyir ki, A bundan 2'də 1 saat tez çatır. Tez çatmaq nə deməkdir? Yəni bundan daha çoxdur da, elə bil. Ona görə sən 10 bölünsün x-dən çıxacaqsan 2'də 1'i bərabər edəcəksən bu birisini. X üstəgəl 8 böl 24. Oldu mu? Bu tənliyi həll edəcəksə, mən bunu vaxtımız getməsin deyim, birbaşa cavabı yazıram. Burada 2 dənə cavab alır. Biri 4 idi, bir də mənfi neçə idi? Mənfini götürmürsə cavab 4 olacaq. Oldu? Oldu mu? Problem Oldu yoxdur mən. ki. Xeyr, mən. Evet. Keçdik növbəti sualımıza. 80'ə. Deməli, 24 nəfərdən ibarət işçi qrupunda qadınların yaşları, bax nə bilmirsən qadın nə qədərdir, nə qədər kişi nə qədərdir. Qadınlara x dənə, kişi də bir y olsun. Uşaqlar, indi x qadın var və yaşlarının ədədi ortası 21-dirsə, deməli bunların cəmi 21x olacaq. Üstə gəlirsin. Kişilərin yaşlarının ədədi ortası 29-dursa, deməli yaşların cəmi 29y olacaq. Bərabərdir. O pişidə bunlar axı 24 dənədir. Onlar x üstəgəl y vur 24. Bu tənliyi aydındır hər kəsə? Bəli. Olacaq 21x üstəgəl 29y bərabər. Bunu açanda 24x üstəgəl 24y. 29y-dən 24y çıxanda 5y bərabərdir 3x. K-nin ifadələsə x bərabərdir 5k. Y də bərabərdir 3k. Səndə cəmi 24 daxı 5, 3, 8, k bərabərdir 24, k bərabərdir 3 tapırsan.
Və səndən nəyi soruşurdu? Neçə kişi var? Kişiləri y deyib mən. Olacaq 3 vur 3 9-a. Oldu uşaqlar? Oldu mən. Əla. Olmadı. Keçdik 81-ə. 81. Çətin suallar deyil, sadəcə vaxt aparan suallar düşün. Şəkildən çəkərik. Deməli, x, y. Bu gəlir belə, bu gedir belə. Bura A nöqtəsi, bu da 90 olacaq. Sözsüz ki, burada perpendikularını bilirsiniz. A, C, buranı B yazır. Və buradan belə bir parabola çəkir. Belə bir şəkildir uşaq. Deməli nədir? Bir şərtimiz yoxdur. Ax göstər bx büyükçe funksiyasının qrafiki verilib. AC ilə BC perpendikulardır. C onu 5 verib. C o haradır? Hə, buranın oldu. Bura 5'dir. Və sənə deyir ki, BO bərabərdir 25A o'ya. Yəni bura x-sə, bura 25x-dir. Sən düzbucaqlı üçbucaqda hipotenuza hündürlük çəkilərsə, h kvartı bərabərdir n vurulsun n düsturun bilirsən. Sami. Olacaq 5'in kvartı 25 bərabərdir x vurulsun 25x-a. 25'lər gedər. X kvart bərabər 1, x də bərabərdir plus minus 1-də, amma sən mənfini götürməzsən, müsbət götürəcəksən. Deməli, bura olacaq mənfi 1, çünki mənfi tərəfdədir. Burada olacaq 25. Düzdür uşaqlar? Bəli. Bəli, mən. İndi qulaq asın. Deməli, sənin tənliyin olacaq y bərabər a vurulsun 2 çıx mənfi 1. Yəni, x dəcəl 1'in kvadrat, x dəcəl 1. Bir də 2 çıx 25. Bu da bərabər. A vurulsun x kvartı çıx 25x üstə gəl bir dənə x olacaq çıx 24x çıx 25. Açanda oldu ax kvadrat. Buna ait sual yazmışam. Toplumumuzda var. Yeni test toplusunda. Çıx 24 ax çıx 25 ay. Uşaqlar bax bu adı heç. Bu b-ni yerinə durub. Burada c-ni yerinə durub. C-nin qiymət neçədir? Y-i kəsən hissədə 5. Sən yazırsan ki mənfi 25 a bərabərdir 5'ə. A bərabərdir mənfi 5'də 1 olduğunu tapdı. A mənfi 5'də 1'ci gətirib yerinə qoyanda olacaq. Deməli nəyə? Fx bərabər mənfi 5'də 1 x kvadrat üstə gəlirsə 5'də 1'i 24'ə vuranda 5'də 24 x üstə gəl 5. Və bu təpə nöqtəsinin apsisi x-ə. Təpə nöqtələri m-dir axı. Mən də demişdim ki, m apsisdir, n ordinatdır, yəni y-dir. M-i tapdı. M ilə bərabər mənfi b bölünsün 2'ə düstur olduğuna görə. Olacaq mənfi 5'də 24 bölünsün mənfi 5'də 1. Deməli, 5'də 2 daha doğrusu 2'dir. 5'lər gedər, geridə qalar 12. Aydındır uşaqlar? Bəli. Aydın mən. Problem yoxdur. Xeyr. Xeyr, mən. Lap yaxşı. Sonra. Keçdik 82. Deməli nədir? Deyir, alfabetdə uyğun tərəfləri paralel müxtəlif adlı bucaqlardır. Deməli, alfa ilə betanın cəmi 180-dir. Buna aid 1000 dənə sual yazdırmışam sizə. Gamma və fi isə uyğun tərəfə paralel olan eyni adlı bucaqlardır. Eyni adlı bucaqlarda bir-birinə bərabər olan bucaqlardır. Bunu yazdım. Sonra sənə deyir ki, gammanın dərəcə ölçüsü, alfanın dərəcə ölçüsü 20% azdır, yəni 80%-dir. Deməli, gammanın yerinə sən 0,8 yazsan, gamma bərabər 0,8 alfa. Bir dəfə də deyir sənə, fiilin dərəcə ölçüsü betdən 20% çoxdur. Deməli, fi də bərabər 20% çoxdursa 1/2 betdə oldu. Aydındır burası? Bəli. Alfabetdən dərəcə ölçüsü. İndi uşaqlar, nədir məsələ? Gələk harda qoyaq, görə bir sərfəli olacaq. Məsələn, deyir, sən də bilirsən ki, gamma ilə fi nədir? Bir-birinə bərabərdir, düzdür? Gammanın yerinə 0,8 alfa yaz. Finin də yerinə
1,2 beta yaz. Hər tərəfi ona vursan 8 alfa bərabərdir 12 beta. 4'e bölsən olacaq 2 alfa bərabərdir 3 beta. K ilə ifadə etsən alfa deməli olacaq alfa bərabərdir 3K. Beta da bərabər 2K. Yuxarıda yerinə yazsam 3, 2, 5K bərabər 180. K da bərabərdir 180'i 5'e böləndə 36. 36 düşür. Səndən heç nə gətirib yerinə qoysan. 36'nı 3'e vuracaqsan olacaq 108 bu 72 də. Oldu uşaqlar? Oldu. Oldu. 83-cü sual düşündürücü, çətin tipli suallardan biridir. Amma paylaşmışam, yəqin ki görürsünüz. Bu sual mənim test toplumunda var eynisi ilə. Deməli nədir? Hətta orada mən şəkilli də vermişəm, burada sadəcə şəkil vermir. Deyir, ABC çıxacağında C 90 dərəcədir. Bir həftə bundan əvvəl buna izah paylaşmışdım. Deməli, C 90 dərəcədir. Bura olsun C, bura A, bura B. Deyir ki, adi tənbələni çəkirik. Bura D yazaq. C'dən 2,4 yazıq. Buranı yazdıq 2,4. A1'i 8,5 yazdı. Şu anda buraya x yazaq, hələ ki buraya y yazaq. Və bu da deyir tənbələn. Sən tənbələnin xassəsini bilirsən. Yazırsan x-in 2,4'ə nisbəti 8,5'in y-ə nisbəti. X, y bərabərdir 2,4 vur 8,5. Y də bərabər var hasil neçədir uşaqlar? Səhv etmirəmsə 20,4 olmalıdır. 20,4 böl x. Bura qədər razısınız məndən? Bəli. Problem yoxdur ki? Xeyr. Xeyr, mən. İndi səndən bunun sahəsini soruşur. Gəl biz birinci opsi sahəni tapaq. S, A, B, C. Düzbucağı, üçbucağı sahəsinə diqqət et, razı yaz. Düzdür? Yəni 2'də 1 vurulsun. X deməli vur. X vur 2,4 üstə gəlinsin 20,4 böl x. Düzdür? Bir də uşaqlar S ACD-ni tapacağam mən. ACD. Bunun da sahəsi 2'də 1 vurulsun. X vur 2,4 deyil. Düzdürmü? İndi səndən bu rəngləmiş hissəni tap deyir. Bax buranı. ADB'nin sahəsi. Bunun sahəsini tapanda nə edirlər? Opsidən ABC'dən ACD'ni çıxacaqsın. Çıxanda da bunlar buradan gedər. Yerdə qalar nə? 2'də 1 vurulsun. O belə deyək də. Müəllim, elə siz hündürlük tərəfindən niyə getmirsiniz ki? Hansı bir tərəfindəsən? Burada elə x bunun hündürlüyü deyil. Yəni kör bucaqda, yəni üç bucaqda elə olmur. Hündürlük çörə düşür də. Bu y də onun aşağı hissəsidir. X y-ə vurub 2'ye bölürük elə. Elə də yaza bilərik, bəli. Bəli, elə də yaza bilərik. Tamam, bunu sil. O da haqqı sən demiş. Bura qədər aydındır da hər halda. Bunun sahəsi, mən opsiyonu tapıb, sonra bunu tapıb çıxırdım. Sənin dediyin üsul daha qısadır. Bəli, buna da sual yazmışıq çoxlu. Olacaq S bərabər 2'də 1 vurulsun. Hündürlüyümüz x-dir. Yəni AH bölü 2'dən istifadə edir. Obisidəki 20,4 bölü x. X'lər buradan gedər. 20,4'ü 2'ye böləndə nə qalacaq? 10,2. Oldu? Oldu mu? Oldu mən. Sonra. 84'ün şərtini bir dənə yazaq. Samir aydındır suallar bana. Bəli. Deməli. 84'də deməli nə yazır? A nöqtəsi koordinatları yazıb ki k kvadratı çıx 4k. Bir də k'nın kvadratı yazır. B nöqtəsi x'in yerində yazıb 12 çıx 4k. Y'in də yerinə yazıb 32 çıxılsın 12k. 32 çıx 12k. Demək nədir? Nöqtələri birləşdirən parçanın orta nöqtəsinin apsisi mənfi üzərindədir. Birinci orta nöqtəsini tapaq. Məsələn, C bunun orta nöqtəsi olsun.
Orta nöqtəsini tapanda x-ləri bir toplayıb, y-ləri bir toplayıb 2-yə bölürdü. Olacaq k kvadrat mənfi 4k mənfi 4k. Olacaq çıx 8k üstə gəl 12 bölü 2. Düzdürmü? O birisi də y də olacaq k kvadrat çıx 12k üstə gəl 32 bölü 2. Uşaqlar, əgər bu apsis oxunun üzərindədirsə, deməli bunun y-i 0 olacaq. Y bərabər 0. Deməli, bu ifadəni 0-a bərabər edəndə cəmi 12, hasili 32 oladırlar. 4-dən 8-dir. K bərabər 4, K bərabər 8 oladırlar. Bura qədər razıyıq uşaqlar? Bəli. Bəli, mən. Aha. Amma sən 8-i götürməyəcəksən, 4-ü götürəcəksən. Niyə görə? Çünki deyir, apsisi mənfi tərəfdə kəsin. Yəni ikisi mənfi olsun. Sən 8-i gətirib bura qoyanda 8-in kvadratı 64, çıx 64, 0, üstə gəl 12 bölü 2, müsbət 6 elədi. Amma 4-ü qoyanda 4-ün kvadratı 16 çıxılsın 32, nə eləyir? Mənfi eləyir. Elə bir ikisi mənfi olmalıdır. Oldu mu? Oldu. Problem yoxdur uşaqlar. Xeyr. Əla. Gəldik sonuncu suala, 85-ci sual. Buna da aid sual işləmişik uşaqlar. Deməli, 85-də. Uşaqlar, adı olub B-də olmayan hissəni A-xət belirləyəm. Sənə yazıb 2x üstə gəl 5-də məşəqçi çəkmə. Kəsişməsi, A ilə B-nin kəsişməsini 3x üstə gəl 4 verib. Sonra B xət A-nı sənə 19 çıxılsın 2x verir. Bir də deyir ki, kəsişmə B-də olub adı olmayandan böyükdür. Ona görə sən 3x üstə gəl 4-ü böyükdür. 19 çıx 2x. 2x o tərəf ikisinin 5x. Böyükdür 19-dan 4 çıxardan 15x böyükdür 3 oldu. Deyir, ən kiçik və ən böyük qiymətlər cəmi. Ən kiçik 4-dür heç. Ən kiçik bərabər 4. Bəs indi 3-dən böyük sonsuz sayda ədəd. Ən böyüyünü necə tapacaqsan? Uşaqlar, çoxlu bilirsən ki, say deməkdir. Say da həmişə müsbət olmalıdır, mənfi ola bilməz. Deməli, bax, burada buranı müsbət götürməlisən, çünki çıxma var. 19 çıx 2x də böyükdür 0 götür. Mənfi 2x böyükdür mənfi 19. Hər tərəf mənfi 2 bölsən, x kiçikdir 9,5. Deməli, ən kiçik nə olacaq? Ən böyük nə olacaq? 9. Cəmi istəyirsə 13. Oldu uşaqlar? Oldu mən. Dediyimiz suallardan kənar hər hansı bir sual var mı uşaqlar? Məsələn, elə bir sual oldu mu? Məsələn, mən sizə ona aid sual işlətməmişəm. Qeyri-adi sualdır, ilk dəfə görəsiniz. Var elə bir sual? Xeyr. Xeyr, mən. Hamısını demişəm gördüyünüz kimi uşaqlar. Bir balaca ağıl işletsəz, bir balaca çalışdıq, rahatlıqla yaza bilirsiniz. Burada izahım verdik, qayda eləyək, paylaşalım.